Salam əziz izləyicilər. Gəlin bugün biz sadə muncuqlardan qolbaq hazırlayaq. Bu dizaynı ev şəraitində asanlıqla edə bilərsiniz. Lazım olan materiallar sadədir və hazırlanması da çox vaxt aparmır. Videonun sona qədər izləyin və siz də öz qolbağınızı hazırlayın. Bizə lazım olacaq gümüşü və kristal muncuqlar, qolbaq üçün bağlayıcı və xalqa, qolbaq üçün istənilən iynə və sap. 6 gümüşü muncuq və 1 göy kristal muncuğu iynə sapdan keçirdiririk. Muncuqları aşağı endirib, iynə sapı bir də muncuqların içindən keçirdiririk. Muncuqlara düyün vururuq. 2 düyün vururuq ki, bizim muncuqlarımız sapdan açılmasın. İynə sapımızı muncuqların içindən keçirdiririk. Bir gümüşü muncuq əlavə edirik. Artıq sapımızı qayçı ilə kəsirik və davam edirik. İynə sapı muncuqların içindən keçirdiririk. Və bağlayıcı üçün 4 gümüşü muncuq və bir bağlayıcı götürürük. Və gümüşü muncuğun içindən iynə sapımızı keçirdiririk. Dairəvi şəkildə iynə sapımızı bütün muncuqların içindən keçirdiririk. Qolbağımızın bağlayıcısı hazırdır. Qolbağımıza davam edirik və iynə sapı göy kristal muncuğun içindən keçirdirib əlavə 2 kristal və 1 gümüşü muncuğu götürüb kristal muncuğa birləşdiririk. İynə sapımızı muncuqların içindən keçirdiririk. İki əlavə gümüşü muncuğu götürüb muncuqlara birləşdiririk. Aşağı hissədən iynə sapı yuxarıya doğru muncuqların içindən keçirdiririk. 2 əlavə də muncuğu götürüb kristal muncuğa birləşdiririk. Üç kristal muncuğu götürüb gümüşü muncuğa birləşdiririk. İynə sapı muncuqların içindən keçirdiririk. Altı gümüşü muncuğu götürüb göy kristal muncuğa birləşdiririk. 2 gümüş muncuğu götürüb kristal muncuğa birləşdiririk.
Bir gümüşü muncuq götürüb muncuqlara əlavə edirik. 2 əlavə gümüşü muncuğu götürüb muncuğa əlavə edirik. Muncuğun içindən iynə sapımızı keçirdiririk. İki gümüşü muncuğu əlavə edirik muncuqlara. Beləliklə, bizim qolbağımızın birinci hissəsi hazırdır. Keçirik ikinci hissəyə. 6 gümüşü muncuq və 1 kristal muncuğu birləşdiririk gümüş muncuğa. İynə sapımızı muncuğun içindən keçirdiririk. İki kristal və 1 gümüşü muncuğu kristal muncuğa birləşdiririk. İynə sapı muncuqların içindən keçirdiririk. İki əlavə gümüşü muncuğu birləşdiririk muncuqlara. İynə sapı muncuqların içindən keçirdiririk. 2 əlavə muncuq da birləşdiririk kristal muncuğa. Qolbağımıza davam edirik. 3 kristal muncuğu birləşdiririk gümüşü muncuğa. Muncuqların içindən iynə sapımızı keçirdiririk. 6 gümüşü muncuğu birləşdiririk kristal muncuğa. İynə sapı 3 gümüş muncuğun içindən keçirdiririk. Bir muncuq əlavə edirik muncuqlara. 2 muncuğu götürüb əlavə edirik kristal muncuğa. Muncuqların içindən iynə sapımızı keçirdirib iki muncuq əlavə edirik. Beləliklə, bizim qolbağımızın ikinci hissəsi də hazırdır. Belə qaydada qolbağımızı muncuqlarla toxmağına davam edirik. Keçirib qolbağımızın bağlayıcı hissəsinə. 5 gümüşü və 1 xalqa götürüb muncuğumuza birləşdiririk. İynə sapımızı dairəvi şəkildə bir də muncuqların içindən keçirdiririk. İynə sapı muncuqların içindən keçirdirib muncuqların arasında düyün vururuq. Düyün vururuq ki, bizim qolbağımız sapdan açılmasın. İynə sapımızı muncuqların arasından keçirdiririk. Və artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim qolbağımız hazırdır.
İzlədiyiniz üçün videonu təşəkkür edirəm. Videonu bəyəndinizsə like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. Hələlik.